Deyəsən oxuyan olacaq, ha. Təbriz bu sənin balondur, ay maşallah. Mənim də nəvəmdir, ha. Ona görə mənə çox şirin gəldi. Babanı bir maçıydı. Demək ki, bir nəğmə oxuyacaq. O nəğmə indi bütün Azərbaycanda elə bir toy yoxdur, o nəğmə oynanmasın. Amma o nəğməni ilk dəfə Təbrizin toyunda oxudum. TikTok, sosial şəbəkə dağıldı getdi. Bilirsən hansı nəğmətdir o? Atamla oynayın, bəli. İndi də oxuyuram. Babamla oynayayım, nənəmlə oynayayım, atamla oynayayım. Maşallah. Gör nə qədər mənim qabaqda toylarım var. Qocalsam da gələcəm inşallah. Amma bizim nəsil qocalan nəsildir. Nə var hamısı orijinaldır, ha. Maşallah. Gedək mi? Bilirsən o mahnını atamla oynayayım. Hazırsınız? İstəyirəm toyda, babamla oynayım, deyimi gülüm şəmlə, atamla oynayım mən. İstəyirəm toyda, atamla oynayım mən, deyimi gülüm şəmlə.